Salam, hər vaxtınız xeyir əziz tələbələr. Bildiyiniz qədərilə bu gün, yəni 21 dekabr 2025-ci il tarixində Dövlət Vergi Xidmətinə qəbulla bağlı test imtahanı keçirilib test mərhələsinə düşən konstitusiya ilə bağlı sualların izahına görə daha doğrusu bu videonu paylaşıram. Suallar hər biri imtahanda olduğu kimidir, heç bir tərif yoxdur. Maksimum dərəcədə çalışmışıq ki, olduğu kimi sizə təqdim edək. Bir də diqqətinizə çatdırım ki, imtahanda iştirak eləməyən tələbələr, çalışın bu sualların izahına qulaq asmamışdan qabaq videonu dayandırın, sualın birinci özünüz cavabını tapın, ondan sonra izahına baxın. Hər sualdan öncə videonu dayandırıb izahına, daha doğrusu sualın cavabını özünüz tapırsınız, ondan sonra izahına baxırsınız. Birinci sualımız. Konstitusiyaya əsasən uyğunluq soruşulur bizdən. Yəni bizə Konstitusiya Məhkəməsinə Ali Məhkəmənin səlahiyyətlərinin uyğunluğunu tapmalıyıq. Prezident bilirsiniz ki, Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Və sorğu əsasında qanunların konstitusiyaya uyğunluq məsələsini yoxlayan kimdir? Əlbəttə ki, Konstitusiya Məhkəməsidir. Yəni bizdə Konstitusiya Məhkəməsinə uyğun olan birinci bənddir. Ali Məhkəmə isə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. 2-yə də B variantı. Belə bir asan sual. A-ya 1, B-yə 2. Görək hansındadır? Cavabımız olacaq B variantı. Keçirik ikinci suala. Konstitusiyaya əsasən ailə, uşaq və dövlət maddəsi ilə bağlı təsbit edilmiş müddəalara uyğundur. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Cəmiyyətin bir hissəsi kimi, bu yanlışdır, silirik. Yalnız çoxuşaqlı ailələrə himayə edir. Bunu silirik. Ailə müvafiq icra hakimiyyət orqanı vasitəsilə dövlət tərəfindən təmin olunur. Daha doğrusu idarə olunur. Belə bir ifadə də yoxdur konstitusiyada. Doğru cavabımız A variantı. Üçüncü sual. Azərbaycan Respublikası Konstitusiyasına əsasən xalqa qarşı ən ağır cinayət əlbəttə ki, nədir? Konstitusiyamızın 6-cı maddəsi hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir. Dördüncü sualımıza baxırıq. Konstitusiyaya əsasən doğru müddəalar istəyir bizdən. Dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Gəlin bunu belə edək. Bir doğru cümlədir. Hakimiyyətin mənbəyi Azərbaycan xalqı birinci maddəmiz. Hakimlər yalnız konstitusiya və qanunlara tabedirlər. Doğru cümlədir. Konstitusiya mətnində dəyişikliyi yalnız referendumla eləyə bilərik. 3 də doğrudur. Dövlət dili maddəsində dəyişikliklər yalnız Nazirlər Kabinetinin təşəbbüsü, ümumiyyətlə dövlət dilinə toxuna bilmərik. Bilirsiniz ki, Konstitusiyamızın 21-ci maddəsi, həmçinin 1, 2, 6, 7, 8 bu maddələr toxunulmaz maddələr olduğu üçün bunları dəyişməklə bağlı və yaxud da ləğv etməklə bağlı referenduma çıxartmaq olmaz. 4 yanlışdır. Ali məhkəmə ümumiyyətlə sorğu Ali məhkəməyə yox, Konstitusiya məhkəməsinə edilir. Yazılıb ki, Ali məhkəmə Milli Məclisin sorğusu əsasında konstitusiya uyğunluğu yoxdur Milli Məclisin qərarlarının. Ali məhkəmə yox, Konstitusiya məhkəməsi yoxdur. Cümlə ümumiyyətlə Ali Məclisdən başlayaraq yanlışdır. Cavabımız 1, 2 və 3. Kim belə yazıbsa doğru yazıb. 5-ci sualımız. Konstitusiyaya əsasən Azərbaycan Respublikasının konstitusiyasının mətnində dəyişiklikləri Milli Məclis və yaxud da Prezident təklif edirsə, təklif olunan dəyişikliyə dair əvvəlcədən əlbəttə ki, Konstitusiya Məhkəməsinin rəyi alınır. 6. Milli Məclis bələdiyyə hesabatını dinləyir. Bu həm Konstitusiyamızın 95-ci maddəsində qeyd olunub, həmçinin bələdiyyə təhsilində qeyd olunub ki, bələdiyyələr öz fəaliyyətindən bağlı qanunla müəyyən olmuş qaydada Milli Məclisə hesabat təqdim edirlər. Milli Məclisdə 95-ci maddə həll etdiyi məsələlərdə qeyd olunub ki, bələdiyyə hesabatlarını dinləyərkən 63 səs çoxluğu ilə qərar qəbul edir. İmtahanda bəziləriniz ola bilər ki, çaşıb 62-də yaza bilərsiniz. Çünki bir rəqəm fərqindən ola bilər insanlıq diqqətimizdən qaça bilər. Amma cavab 63-dür. 7. Konstitusiyaya əsasən Nazirlər Kabineti barədə yanlış olanı tapmalıyıq. Yeni seçilmiş prezident vəzifəsini tutduğu səlahiyyətlərin icrasına başladığı gün Nazirlər Kabineti prezidentə istefa verir. Bu doğrudur. Nazirlər Kabineti dövlət iqtisadi sosial proqramlarını təsdiq etmir. Təsdiq edən prezidentdir. Elə yanlış cavabımız B variantı. Nazirlər Kabinetinin iş qaydasını prezident müəyyənləşdirir. Doğrudur. Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir və vaxtlarını ləğv edir. Doğrudur. 8-ci sualımıza baxırıq. Həcmimizə biraz böyük sualdır.
Deməli, konstitusiya əsasən yanlış olanları tapmalıyıq. Milli Məclisin hər çağırışın seçkiləri hər 5 ildən bir sentyabr yox, noyabr olmalıdır. Elə gözləyin. Elə bizim birinci yanlışımız nədir? Birincidir. Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Bu doğrudur. Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olmuş qaydada Ali Məhkəmə yox, Konstitusiya Məhkəməsi yoxlayır. Bu da yanlışdır. Yanlışlarımız 1-3. Deməli, 2 doğru olduğu üçün 2-ni artıq cavablardan çıxa bilərik. A-nı çıxırıq, D-ni çıxırıq. Düzdürmü? Yəni imtahandasınız. 1 ilə 3 ilə başlayan variant B variantı, amma yenə də biz sığortalamaq üçün bütün bəhsləri oxumalıyıq. Milli Məclis deputatlıqdan çıxanların yerinə seçkilər səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, deməli, keçirilmir. Bu doğru ifadədir. 120 gündən çox qalsa keçiriləcək, az qalsa keçirilməyəcək. 4, 4 də variantlardan elə çıxsaq, cavabımız 1, 3, 5, 7. 5-ə baxaq. 5-də qeyd olunur ki, növbədənkənar sessiyanı Milli Məclisin sədri, prezident və yaxud da Milli Məclisin 42 deputatının təklifi yox, tələbi idi, yanlışdır. Və 7 də yanlışdır burada. Deputatların səslərinə uyğun şəxsən və ya nümayəndə vəsitəsindən yox. Şəxsən həyata keçirilməlidir. Bu da yanlış. 1, 3, 5, 7. Kim belə yazıbsa doğru yazın. 9-cu sual. Baş nazir vəzifə necə təyin olunur? Əlbəttə ki, baş nazir vəzifəyə Milli Məclisin razılığı ilə prezident tərəfindən təyin olunur. Deməli, 10-cu suala baxırıq. Konstitusiya əsasən hansılar Naxçıvan Ali Məclisinin həll etdiyi məsələlərə aid deyil? Burada cavab olacaq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər. Digərləri həll etdiyi məsələlərdir. Daha doğrusu, belə deyək, həll etdiyi məsələlərdir, bəli. D variantımız isə ümumi qaydadır. Konstitusiyaya əsasən sosial təminat hüququ. Bunu hər dəfə paylaşırıq, vurğuluruq ki, bu maddənin üzərində qalın, hər dəfə bu maddədən saçdırılı suallar salırlar. Deməli, bu sualda doğrunu istəyən ki, sizə deyir ki, sosial təminat hüququ maddəsinə uyğun cavab tapmalısınız. Burada cavabımız olacaq C variantı. Bu əmək hüququdur. Bu əmək hüququdur A variantı, D variantı əmək hüququdur, bir dənə C variantıdır ki, yardıma möhtac olanlara kömək etmək ilk növbədə ailə üzvlərinin borcudur, sosial təminat hüququnda yerləşir. Konstitusiyada təsbit olunmuş əsas insan və vətəndaş azadlıqlarına, yəni ki, sizdən birisi nəyə soruşur? Konkret olaraq sual belədir əslində, biraz uzadıblar. Hansı azadlıqdır? Belə tapmalısınız. Cavabımız elə A variantı, sərbəst çoxlaşma. 13-cü sual. Milli Məclislə bağlı qeyd olunmuş yanlış bəndi tapmalıyıq. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Milli Məclisinin işinin təşkili ilə əlaqədar qanun qəbul edir, doğrudur. Milli Məclisin seçkilər, deputatların statusu Milli Məclisin həll etdiyi məsələlər sırasına daxildir, yanlışdır. 83 səs çoxluğu ilə qəbul edilən bunlar qanunlardır. Elə də yanlış cavabımız B variantı. 14. Azərbaycan Respublikasının konstitusiyasına əsasən Naxçıvanın Nazirlər Kabinetinin tərkibini kim təsdiq edir? Naxçıvan Baş Nazirinin təklifi ilə Naxçıvanın Ali Məclisi. Görək cavab var, bəli. Cavabımız elə olacaq C variantı. Və 15-ci sualımız, ən sonuncu sualımız. Konstitusiyaya əsasən hüquq pozuntusu törəldikdən sonra qüvvəyə minmiş yeni qanunun tətbiqi barədə doğru cavabı müəyyən edin. Yeni qanunla bu cür hərəkətlərə görə əlavə məsuliyyət nəzərdə tutulmuşdursa, yanlışdır. Bizdən doğrunu istəyib uşaqlar. Yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət istisna olunursa, belə bir ifadə yoxdur. Yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət qismən aradan qaldırılıbsa, belə bir ifadə də yoxdur. Yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılıbsa, yüngülləşdirilmişdirsə, yeni qanun tətbiq olunur. Cavabımız D variantı. Uşaqlar, bu vergi imtahanının konstitusiya sualları idi. Dünya görüş suallarla bağlı da inşallah yaxın müddətdə paylaşım eləyəcəyik. Hər birinizdə uğurlar, inşallah imtahandan müsbət nəticə əldə edərsiniz.